Ziyarət edib müəllim. Müəllimin cinsi nədir? Kişi cinsi. Demək, zəra feili demək, üçüncü şəxsdədir. Kişi cinsindədir. Əgər müəllimətu olsaydı burada, qadın olsaydı, onda feil veriləcəkdi. Zərat şəklində veriləcəkdi. Demək, burada zəra demək, burada cümlənin xəbəridir. Zəra xəbər. Əl-müəllimu mübtədadır. Ət-tullabu vasitəsiz tamamlıq. Fissəkəni isə zərflikdir. Özdə yer zərfliyidir. Beləliklə, xəbər, əl-müəllimu mübtəda, müəyyənlikdə verilib adlı xaldadır. Ət-tullabə vasitəsiz tamamlıqdır. Fi ön qoşma, əs-səkəni isə nədir? Yəlik halında olan isimdir. Buna ərəb dilində car və məcrur da deyirlər. 7-ci. Kətəbtu dərsə. Dərsi yazdım. İndi bu cümləni təhlil eləyək. Kətəbtu. Burada kətəbtunun içində həm xəbər və həm mübtəda var. Çünki burada tu, bax bu sonluq mənə işarə edir. Yəni burada bu tu faildir, işi görəndir. Mən yazdım cümləsində burada yazmaq və mən sözləri var. Məlumdur ki, bu feilin tərkibində faili tu olduğuna görə bu bizdən olacaq. Həm xəbər və həm mübtəda olacaq. Kətəbtu dərsə. Dərsi yazdım. Burada kətəbtu həm mübtəda, həm xəbərdir. Yəni, faili daxilində mövcuddur. Dediyimiz kimi, burada tu var. O faili daxilində mövcuddur. Əd-dərsə isə vasitəsiz tamamlıqdır. 8. Şəribtunnəl-məə.